Bu gün qurbanlıq qoyun gətirmək üçün dostum Ceyhunla görüşüb Çarra kəndindəki olan fermamıza yollandıq. Ceyhun da hər şeyə həmişəki kimi ciddi yanaşır. Elə hey deyirdi ki, bu salafan bizə lazım olacaq. Salafanı gözəlcə büküb, bagaja qoyub və yollandıq Çarra kəndinə. Yavaş-yavaş fermaya çatdıq. Onda bildim ki, Ceyhun həqiqətən də ehtiyatlı insan imiş. Qurbanın çəkisini soruşmazlar deyib biz də o adət-ənənəyə sadiq qaldıq. Amma Ceyhun heç də adət-ənənəyə sadiq qalan insana oxşamırdı. Elə göz ucu da olsa qoyunun gözə yarı da olsa çəkisinə baxdı. Ceyhun biraz özünü tərifləyə, biraz da qoyunu tərifləyə, nəhayət ki qoyunu bagaja yerləşdirdi. Qoyunun ayağı da bağlandı. Sonra Ceyhuna fikir verdim. Ceyhun gördüm əməlli başlı fikrə gedib. Soruşanda ki, ay Ceyhun niyə fikrə getmirsən? Mənə cavabı belə oldu ki, televizorda görmüşəm. Qurban gətirəndə belənçə halallaşırlar. Axırda halallaşmaqdan özü də bezdi. Dedi, buradan gəlmişik, gedək taxıl sahəsinə də baxaq. Bu il bol məhsul olacaq deyib biz də sevindirdi. Özü də sevindi. O qədər çox sevindi ki, indidən kombayna zəng edib növbə yazdırdı. 30 dərəcə istinin altında uzun-uzadı telefon danışıqlarından sonra gördüm Ceyhunun sahədən çıxma fikri yoxdur. Evdə sümbüllərin üstünə dənləri sayacam deyib 1-2 sümbül qırıb mənə verdi. Gözü doymayıb 1-2 sümbül də qırdı. Sonra maşına əyləşib kəndə qayıtdıq.